Çində aparılan yeni bir araşdırma, bitki mənşəli pəhrizlərin üstünlüyü barədəki ümumi fikirləri demək olar ki, alt-üst edir. Göstərir ki, 80 yaşından sonra ət yeyənlərin 100 yaşına çatma ehtimalı daha yüksək ola bilər. Yaxşı, bəs bunun sirri nədədir? Birincisi və ən əsası yaş faktoru. Baxın, bu araşdırma gənclərə yox, sırf 80 yaşdan yuxarı insanlara fokuslanır. Və bu, hər şeyi dəyişir. Çünki bu yaşda əsas məqsəd artıq xəstəliklərin qarşısını almaqdan çox, əzələ kütləsini qorumaq və arıqlamanın qarşısını almaqdır. İkincisi, bədən çəkisi açar rol oynayır. Məlum olub ki, ət yeməmək yalnız çəkisi normadan az olan iştirakçılarda 100 yaşına çatma ehtimalını azaldır. Yəni, normal çəkili yaşlılarda heç bir mənfi əlaqə tapılmayıb. Bu da o mənşur piylənmə paradoksu deyilən bir şeylə, yəni yaşlılıqda biraz artıq çəkinin hətta qoruyucu olması fikri ilə uzlaşır. Və nəhayət, balans vacibdir. Bu, ya hər şey, ya heç nə məsələsi deyil. Araşdırma göstərir ki, ət yeməyib, amma pəhrizinə balıq, yumurta və ya süd məhsulları əlavə edən yaşlılarda uzunömürlülük ehtimalı heç də azalmayıb. Çünki bu qidalar da yaşlı insanlar üçün həyati əhəmiyyətli maddələrlə zəngindir. Nəticə etibarilə, ideal pəhriz universal deyil və qidalanma yanaşmamız həyatımızın müxtəlif mərhələlərində dəyişən ehtiyaclarımıza uyğunlaşdırılmalıdır.